Azərbaycanla İran arasında münasibətlər yeni mərhələdə inkişaf edir. Əməkdaşlığın əsas sahələrindən biri isə nəqliyyatdır. Siyasi şərhçi İlyas Hüseynov deyir ki, Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması regionun inkişafına böyük töhfə verəcək. Azərbaycanla İranın fokuslandığı şimal-cənub nəqliyyat dəhlizi və digər layihələr regionun inkişafına hesablanıb. Çünki bu dəhliz Fars körfəzini Qara dənizlə birləşdirir. Nəqliyyat və logistika, kommunikasiya bağlantılarının formalaşdırılmasında yeni geosiyasi reallıqlar əhəmiyyətli rol oynayır. Eləcə də yeni şimal-cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi həm regionun əhəmiyyətini artıracaq, sülhü möhkəmləndirəcək və bölgə xalqlarına rifah bəxş edəcəkdir. Eləcə də yeni geopolitik reallıqlar müstəvisində əməkdaşlıq güclənir və eyni zamanda Bakı ilə Tehran arasında da böyük coğrafiyada tərəfdaşlıq münasibətləri dərinləşir. İlyas Hüseynov deyir ki, Qarabağın işğaldan azad olunması və burada yeni infrastrukturun qurulması da yeni nəqliyyat imkanları yaradır. İran da təbii olaraq başa düşür ki, bu imkanlardan faydalanmaq lazımdır. Bunlardan biri Kəlbəcər, Laçın, Gəncə, Gürcüstan marşrutudur. Digəri isə daha çox Şərqi Zəngəzur, Qarabağ bağlantısı vasitəsilə məhz yeni geosiyasi reallıqlarda onların legitimləşdirilməsi və beynəlxalq miqyasda tanınması baxımından bu marşrutlar diqqət çəkir. Ermənistan sülh kəsişməsi layihəsini irəli sürürdü və belə görünür ki, İran ilə Azərbaycan arasında hazırda daha da möhkəmlənən isti münasibətlər bu layihəni də üstələyir. Bizim irəli sürdüyümüz təkliflər, narrativlər daha rentabelli, daha cəlbedici və daha da uyğun hesab edilir. Bunun nəticəsində də düşünürəm ki, qarşıdakı dövrdə sadallanan layihələrin implementasiyası regionda təhlükəsizlik sisteminin daha da güclənməsinə, sülh arxitekturasının inkişafına xidmət edəcəkdir. Dövlətlər arasında bağlantılar daha güclü olacaqdır. İrandan gələn yük maşınları Azərbaycanın müxtəlif ərazilərindən keçən nəqliyyat dəhlizi ilə Qara dənizə çatacaq. Bununla da Ermənistanın İrana təklif etdiyi nəqliyyat marşrutu əhəmiyyətini itirmiş olacaq. Şəbnəm Qurbansoy, Xəzər xəbər.